Kondisioner quraşdırılması barəsində tövsiyələrimdə demişdim ki, kondisionerin turbası əgər qısadırsa, onu sıfırdan bütöv turbo ilə əvəz edirsiniz, payka elətdirmirsiniz. Bir çox VRV ustaları irad bildirir ki, bəs VRV görəndə bütün hər yer paykadır, bəs niyə orada sızmalar yoxdur? Səbəb budur ki, sizin kimi sənətkarlar gedib evdə kondisioner quraşdırmır. Əlbəttə ki, sənətkar, hansı ki qaynaq işini çox gözəl bilir, onun işinə bir söz demirik. Evə bu 50 manata, 60 manata gəlib kondisioner quraşdıranlar payka nə bilir nədir? Onların elədiyi paykalar hamısı çatlayır. Yəni çatlayır yox, çat olur onun arasında, sızmalar olur. Müştərinin işi yaxşı olması üçün o həmin o trassanı sıfırdan bütöv eləməlidir ki, o nəsə bir ehtimal olmasın. Əlbəttə, əgər sən gedib 100 manata, 50 manata kondisioner quraşdıracaqsansa standartlarla, müştəri səni seçməlidir. Amma səni tapmaq olmur ki. Sənin kimi ustalar oçretində durursan, sonra da nömrəvə zəng çatmır. Yəni sizin qəbulunuza düşmək olmur. Qaldı siz kondisioneri gətirəsiniz quraşdırmalar.